Yanğında xəsarət alanlarla bağlı yeni xəbərimiz var. Əməkdaşımız Anar Qafarov bir saylı şəhər klinik xəstəxanasının toksikologiya şöbəsində olub. İki gün əvvəl Bakının Binəqədi rayonunda yanan hündür mərtəbəli binada xəsarət alan şəxslərdən biri evə buraxılıb. Bu barədə Aynisə bir sayı şəhər klinik xəstəxanasının toksikologiya şöbəsinin müdürü Azər Maqsudov məlumat verib. 21 may hal-hazırda kliniki tibbi mərkəzin toksikologiya şöbəsində səhər 12 xəstə var idi. Onlardan 9'u böyük xəstə, 3'ü uşaq. Gündüz radələrində bir xəstə də evə yazıldı. Bu konsilium olundu və konsiliumun nəticəsində bu evə yazıldı. Bu gələndə də ümumi vəziyyəti yüngül dərəcədə idi, amma ona baxmayaraq biz onu hospitalizə olunmuşdu, müayinələrdən keçirtdik və bir gün evə yazıldı. Şöbə müdiri bildirdi ki, xəsarət alan şəxslərdən 4'ünün ötən axşam vəziyyəti qəfil pisləşsə də edilən tibbi müdaxilədən sonra onların səhhəti normallaşıb. Ümumilikdə isə şöbədə müalicə alan şəxslərdən heç birinin həyatı üçün təhlükə yoxdur. Uşaqların və 4 nəfər böyük xəstələrin heç bir həyatına təhlükə yoxdur. Ondan başqa da 4 nəfər də böyük xəstələrin gecə biraz vəziyyətləri kəskinləşmişdi. Növbəti briqadanın köməkliyi ilə bu kəskinləşmə qabağı alındı. Qeyd edək ki, bir sayı şəhər klinik xəstəxanasının toksikologiya şöbəsində müalicə alan zədər çəkənlərin hamısının yaxın bir həftə ərzində evə buraxılacağı gözlənilir.